Asparking ölkədə parklanmanın rəqəmsallaşdırılması sahəsində tətbiq edilən innovativ sistemlərdən biridir. Lakin vətəndaşların bir çoxu hesab edir ki, texnoloji rahatlıq bəzən insan amilini kölgədə qoyur. Sistemdə hətta 1 qəpiklik borc belə olduqda parking xidməti tamamilə deaktiv edilir. Bu isə xüsusilə gündəlik sürücülər üçün ciddi narazılıq yaradır. Məsələn, bir sürücü borcu bilmədən və ya sistemdə gecikmə səbəbindən 10-20 qəpik borcda belə qalsa, avtomobilini rəsmi parkingdə saxlaya bilmir. Belə halda vətəndaş ya cərimə ödəmək üçün vaxt itirir, ya da parking qaydalarını pozmaq məcburiyyətində qalır. Asparking istifadəçiləri bildirirlər ki, sistemdə bir neçə qəpik və ya cüzi bir məbləğdə borc yarandıqda sistem parkingi aktivləşdirmir. Vətəndaşlar hesab eləyirlər ki, bu ədalətsiz məhdudiyyətdir və texniki istiqamət yenidən tənzimlənməlidir. Düzdür, başıma gəlməyib, ancaq ki, başlarına gələnlər olub, yəni eşitmişəm bunu. Ona görə yəni o ləğv olunsa yaxşı olardı. Araşdırmamız əsasında müşahidə etdik ki, rəqəmsal ödəmə sistemlərində məbləğ limiti anlayışı çoxdan tətbiq edilməlidir. Bu həm vətəndaş rahatlığını, həm də dövlət sisteminə etimadı artırar. Məsələn, bəzi ölkələrdə cərimə borcu 5-10 manatdan yuxarı olduqda sistem avtomatik məhdudiyyət tətbiq edir. Kiçik borclar isə növbəti ödəmə zamanı avtomatik balansdan çıxılır. Vətəndaşların fikrincə bu cür model Azərbaycanda da tətbiq olunsa, həm parking intizamı qorunar, həm də sosial narazılıq azalardı. Məsələ ilə bağlı Asparking MMC-yə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, tətbiq olunan borc və qiymət siyasəti birbaşa şirkət tərəfindən müəyyən edilmir. Bu qərarlar müvafiq dövlət qurumları tərəfindən tənzimlənir və şirkət həmin qaydalar əsasında fəaliyyət göstərir. Qurum həmçinin qeyd edir ki, istifadəçi təcrübəsini daha da yaxşılaşdırmaq üçün bu məsələ aidiyyatı qurumlara baxılması üçün təqdim ediləcək. Asparking kimi rəqəmsal sistemlər vətəndaş rahatlığı üçün yaradılır, amma görünür bu halda texnologiya və insan arasında balans pozulub. Bir neçə qəpik borca görə parking xidmətindən məhrum olmaq nə vətəndaş məmnuniyyətinə, nə də ağıllı şəhər konsepsiyasına uyğundur. İndi isə əsas sual budur. Bu problem texniki limitlə həll olunacaqmı, yoxsa sürücülər hələ uzun müddət bu sistemin qəpiklə ölçülən məhdudiyyətlərindən şikayət edəcəklər? Nəzrin Elxan Sadiq Məmmədov, Bizim Media.